Özbəkistanın baş prokuroru Nigmatilla Yoldaşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan işgüzar səfər edib. Qonaqlar öncə Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də məzarlara ziyarət olunub, üzərinə güllər düzülüb. Daha sonra Şəhidlər Xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edib. Səfər çərçivəsində Azərbaycanın baş prokuroru Kəmran Əliyevlə Özbəkistanlı həmkarı arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə iki ölkə prezidentlərinin siyasi iradəsi sayəsində hüquq mühafizə əlaqələrinin yeni mərhələyə yüksəldiyi vurğulanıb. Baş prokuror Kəmran Əliyev transmilli cinayətkarlığa qarşı mübarizədə və qanunun aliliyinin təmin edilməsində birgə fəaliyyətin xüsusi əhəmiyyətini qeyd edib. Qarşı tərəf də əlaqələrin yüksələk xətt üzrə inkişafına böyük önəm verdiyini bildirib. Görüşün sonunda Azərbaycan və Özbəkistan baş prokurorluqları arasında 2027-28-ci illəri əhatə edən əməkdaşlıq proqramı imzalanıb. Sənəd birgə təlimləri, ekspert mübadiləsini və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyəti nəzərdə tutur. Əməkdaşlığa verdiyi mühüm töhfələrə görə Özbəkistanın baş prokuroruna Azərbaycan prokurorluğunun 100 illik yubiley medalı təqdim edilib. Sonda nümayəndə heyəti Azərbaycan Respublikası prokurorluğunun tarix muzeyi ilə tanış olub.